iqtisadi inkişaf təmin edilsin. Zibillikdən gedib uşağımıza çörək götürüb veririk. Aksafaya ki diqqət yoxdur. Süd əmə uşağın qəflətən ölümü. Dondu öldü. Soyuqdan. Korrupsiya ittihamları ilə həbs edilənlərin yerinə Prezident İlham Əliyevin yeni icra başçıları təyin etməsi rayonlarda vəziyyəti dəyişibmi? Ağstafa rayonunun Vurğun qəsəbəsində yaşayan Qasımovlar danışır ki, evləri şəraitsiz, üstəlik işıqsız, qazsız olduğundan 4 il əvvəl körpələri malasız divarı arasında soyuqdan ölüb. Övladı öldükdən sonra imkanlı bir şəxs Qasımovların divarını hördürüb. Hörülmüşdü, dəlmə deşiydi, palazlarla tutmuşduq. Odun zat sattıra bilmirdik. O soyuqdan öldü, rəhmətə getdi. Kənd Soveti mənə bunu yazdı, verdi. Çox giz oldu, ona görə belə yazıldı. Səbəbi nə yazmadılar? Səbəbi bilməm, dedik, yazmadılar.